Dersimiz bitti. Bitti de oldu. Arkadaşlar birinci belə açıları yüzünü geçip bəziydi. Günler sağ olsun. Defterimizi açıyoruz. Buralara oxumayın. Buraları günler mənə özəl yazıbdı. Bu gələcəkdəki nəzdinə yazdığım mərkəbli günlərin. Sonra burada mənə belə stikerlər eləyibdi sağ olsun. Ondan sonra cünüm silisi. Burada mənə motivasiya verici sözlər. Burada baxın, görün bu qız necə də düşüncəlidir, can yanmasın. Sonra burada günlər mənə öz əlləri ilə şeir yazıbdı, Koreya dilində, özü yazıb. Günlər çox incə düşüncəli birisiniz. Çox təşəkkür edirəm. Sonra burada da yeri var. Burada da mən story'me koymuştum. Hə deyirsən, yoxsa? Hə, metodikimiz. Hə, yadıma düşdü. Bizim yəni ikimizin də metro kartının içində olan kartlardır. Şeir oxuyacağım birazdan sizə. Bunlara baxın, bunlar ne böyle. Burada da belə sözlər. Sonra nezri. Belə bir dənə stikerimiz var. Günlük güzel parıldıyor. Ondan sonra da bunun da içinde stikerler var. O vaxtda ne kursuna gitmiştin? Ha, kaligrafiya kursuna gelipmiş ve bu kağızı var ya, bu büyüklüğü kağız. Biz 2022. yıldan kaldı arkadaşlar. İnanabiliyor musunuz? Belə, burada defterimiz kurtarıyor. Bu nedir belə? Bu nedir belə? Bu nedir belə? Ay da o var ya, onu kağızın üstüne yapıştıranda gördüm. Bir şey yapıştırıp gördüm. Evet. Alamaz. YouTube tavsiye. O tavsiye var burada. Şüpheli. Şüpheli. Sıra neçəsidir? 19'u, 20'si burada gereği evet. 18'i, ay 15'i, 16'sı, 17'sini yeni kartı. İyiymişim arkadaşlar. 20, 22, 21 yoktu. Saç rakamları karşı alergiyası var. 27'si. Allah biliyor bu kendine ve yadından çıkarıyor yazma. Böyle çektiğim şekillere bak kartımız. 30'u, biri, biri de var. Ben de 30'u bitir. Bir sene de yazmışam. Sırf ayın biri başladım. Ayın biri gününe tər oldu. Mesela biri günün oxu, bir de indinin oxu, gör məndə nə dəyişikliklər var. Önce yine bunu bilmeyin. Sensiz ama. Evet, spoiler vermiyoruz. Değişen tek şey var. Evet. Maraqi dəhrədə təsadüfən yanında oturduğum kızdan bizim geldiğimiz son vəziyyət. Eyni. İlk dəfə işdə görəndə fikirləşdim ki, 100% yaxın. Yəni yaxın olma ehtimalımız yox. Həqiqi. Nəyə əsasən məsələn, hansı xəssiyyətin əsasən? Xəssiyyətin də çox mən içə qapanım deyil ya. Onu deyə fikirləşdim ki, yəqin ki, onun da çevrəsi çox olar və belə deyim, yaxınlaşa biləcəyimiz bir nəsə olmalı. Sonra işte qabeləyə getdim yer. Əslində mən də şey də öyrənməyəm. Məsələn, çox ekstravert biri də öyrənməm. Mən də özümə qapanmış öyrəyəm deyə. Həm də elə çevirəm böyük görsəndə böyükdür. Bilirsən, böyükdür. Məsələn, atmaq adamlar var. Donuyorum. Taban teyzenin videosunuz. Evet, şabır. Sen gidin. Wow. Ay, gidelim. Hadi gidelim bakalım ne gelecek. Hadi en soğuk üstüne gidelim. Arkadaşlar kompostom. İnsan gerekirken. Bakın. Dururum. Yeni sigara. Bu mesut bu arada saçmalıyım. Mesela. Şey. Oyunu simelim bakın oradan içeride. Bu da kimde? Haberim yok diyorum. Şimdi sizin neredesin bilmek istemiyorum. 수준이 높아질수록 식료품 관련 지출보다는
식료품 의뢰 지출이 급격히 늘어난다는 점에 차단. İkinci dərsimizə. Mülki müdafiə. Durut. Yeni bir vlog mu geliyor? Evet. Bundan daha yaxşıdır. Gittin gündən beri sana kim yaşıyor? Seni bana sorar. Hadi üstüm su de. Dostlar, deməli bugün başıma nə gəldi? Ne geldi? Bütün şalvarım su olmuş yəni, su içində. Hamımız quruyuq ha. Zarema yaxşı ki burada yaşayır. Aha. Gittim Zareman bugün. Zareman dolabından. Hayır. Evet. Ne yapıyorsun? Şalvar zamanı. Bütün full kombin. Demirəm, şalvarım yaman gündür. Mən də şey, bu yoxdur. Bunu taxmışam gəl. Üstünə də şərh edirəm. Görəm qəxəmiyə sağ. Orada vloga çəkmişəm. İnan, üstün dadıma tərs olmuş. Sonra da çıxarmışsın kombinsin. Gözünü de okuyacağım. Seni bana. Sen konuşken vallahi Yox, sağ ol. Desəm vaxtda mən sushi yemirəm. Taravam. Allah'ım ahır böyle sen o yani. Metroparkta toplaştık. Ben de onu yemişəm. Var ya sanki aklıma. Vaxtda da. Şey var dediğinde. Benimle bir gece. Ne ki? Kapı kadar bunu böyle götürüm. Böyle. Yani özüm seçim. Evet arkadaşlar. Ders başlayacak. Gördük. Ne oluyor? Arkadaşlar dersimiz bitti. Özlükdə deyib dəyişək. Ha. Zarməni deyib də məsələ. Bugün 5. gündür artık nihayetçi altı pazar olur. Biz de seviniyoruz altı pazar. Arkadaşlar seninki neydi? Ha, Kariye marketi deyirsən. Hə. Deməli, bu günlərin biz adına ölürük da. 5. gün imdaşdan çıxmışıq. Nəsə yemək Milli istəyirik. azlıq günüdür. Evet, nəsə yemək istəyirik. Amma ki bilmirik nə tapan. Və biz diyetadayıq deyə sağlam qidalanırıq. Amma nəsə sağlıqlı bir şey yeməliyik. Sizcə biz nə yeyə bilərik? Xahiş edirəm yorumlarda öz tariflərinizi bizimlə bölüşün. Amma sağlam olsun. Porsiyası da biraz böyük olsun ki qarnınız doysun. Həm də bir yandan şey istəyir, abur-cubur yemək istəyir. Ona nə tövsiyə verə bilərsiniz ki, dietada olduğu vaxtda abur-cubur yeməsin? Nə varsa ev Yox da şey. eve giderik. Yeni Nəzinin muhteşem market alışverişindən görüntülər. Bu günlərim yeni bir süt siniyatıyıq. Bildiyiniz kimi badam, soya, bir də hansını samışıq? Evet, ikisini samışıq. Bu günlərimdə yulaf südü. Yulaf südü birinci səfərdə eşidiyorum. Aa, bu niyə açılıbdır? Yoxsa mənə niyə gəlir? Mən elə gəlir ki, ora qoyan südlərin hamısı açılıb. Onun da adına ChatGPT-dən yazdım, soruşdum. Deyir ki, bu yulaf südü mədə və dəri üçün daha xeyirliymiş. Ona görə bunu götürdüm. Yoxsa soyanı götürəcəydim. İndirmə düşdürmüşdü özdə. 489-a. Amma elə gibimə gəldi ki, açılıbdır bu. Sonra təzə bir dənə tarif tapmışam da. Çox qəşəngdir. Sizə göstərəcəm onu birazdan. Bir dənə belə tvarok aldım. Bunlar şirin tvarokdur. Meyvəliklər. Üzümüzün sınamışam. Şəftəli idi, yoxsa ərikdir bu. Qayısı, əriklisin. İndi sinəcəm. Bir tane de qara çörək. Ben de Titos almıştım. Mini minnak. Titos çok severiz, bayılırız.
Dadından yoxdur da. Dərsdən gəlmişəm də, Səbu ilə yolda rastlaşdım. Özümə bir dənə börək almışdım da. Ay Allah, inanmadım. Yolda məni tutdu ki, ver bura. İşte mən də bir iki qapış ala bildim sadəcə, bu kadar. Bir acından ölürəm, mərdüsbü qızdıracam. Ondan içəcəm. Yadımdan çıxdı çəkmək. Axırı bir dənə tez sizə başa salım, nəfər edirik. Deməli, Herkules yulaf çəpəyi. Üstünə çiyə toxumu, mən bunun içinə qoymuşam, Səbih almışdı. Çiyə toxumunda üstündə süd, 4 xörək qaşığı yulaf çəpəyinə, 1 xörək qaşığı çiyə toxumu və 10 xörək qaşığı istədiyiniz süd. Fərq yox, hansı. Bunları belə elədim. Belə, bunu da hazırladım. Bunda balaca bir dənə kəsə daha hazırladım. Şimdi süd az olmadı, yox. Neyse. Bunları xaldenka qoyacağım. Öz aləmlərində şişəcəklər. Ondan sonra da üstünə kəsmikdən sadəcə bir qat, nazik qat beləsəniz, əlavə ona görə şəkər tozu falan qatmıram mən. Belə. Ondan sonra da bunu yedik. Well. Ay, yaxşı. Böyle artık meyveli kəsmiyi almışam da. Ay, şişib altındakı var. Belə olub. Məmnuniyetlə. Belə. Ay arkadaşlar, bu günlərim çox mutluyum. Çünki bugün 5-ci gündür. Və sabahı eləməyə heç nə yoxdur. Yəni bekarçılıqda, universitet yoxdur ən azından. Yatmaq var. Yatmaq da tam yatmaq deyil da. Yəni istədiyim hər şeyi edə bilərəm da. Məcburiyyətim yoxdur. Dərs oxumaq kimi, ya da başqa bir şey eləmək kimi. Yeni bir video fikrim var. Mən keçən 2024-də stolun altına 12 dənə üzüm yemişdim da. Ondan sonra həyatım necə dəyişdi? Məsələn, hər ay necə oldu? Yəni stolun altına yeyəndə hər ay üçün bir şey arzulayırsan. Əslində tam dəqiq demirsən ki, falan ayda falan şey olsun, amma ki, yəni də arzulayırsan da ki, 25-ci il, 24-ün axşamı arzulayırsan ki, 25-ci il belə keçsin. Və həqiqətən məncə yaxşı keçdim 2025. Ona görə ona aid bir dənə video hazırlamaq istəyirəm. Ay eləmək istəyirəm ki, məsələn, yanvar ayında falan şeylər oldu. Fevral, mart, aprel, may, iyun. Belə videolar hazırlamaq istəyirəm. Ondan qalan bir dənə də video var. Zəfər Müzeyi var. Onu Koreya dilində təqdim eləməliyəm. Ay, bir şey çıxdı şöyle. Bugün də yağışlanır. Üniversitə gedirəm. Hava çox qəşəngdir. Həm yağışdı. Suya girdim. Hem de sisledim. Aman tanrım, Nəzrin yenə gecikirsən. Bax, gələcəkdəki Nəzrinə səslənirəm. Ay, şimdiden. Hiçbir yere gecikmə. İnsanlar şuna korksun. Ev yok. Biz her şeyin üstesine gelebiliriz Nəzrinə. Şimdi diyorum arkadan ekim gel. Geldi bile. Ha. Gerçi gecikirəmiyə yenə. Niyə belə olur? Bilmirəm, yavaş da geçib yağır. Geçib bəzənmişəm. Səhər tezdən durdum, düşündüm deyə ona görə geçdim. Allah, yoxsa heç geçən biri deyirəm. Amma saçımın adını geçəcəkmişdim. Bu yağışdan sağ olsun. Saçım piskə düşdüm. Ay, yaxdır. Hətta tapar. Şuna baxın. Sisli görsənət geçək. Verəm. Hava çok şey. Herkes kaçışıyor. Dur, şurada yaşıyor. Şuradan çıktı. Ayşe kardeş. Şimdi buradan bakın. Gel. Asılıyorum. Yine ne olan da ne olur? Gözle diyeceğim. Gözleme. Şimdi yarışmamız aklıma göre gözlüyoruz. Salacağım sen. Dersiniz bitti gelirik. Tamam. Dırırırırım. Suizman Sarayı. Hello. Oh my god. Welcome to my channel. Daha hızlı çok kafa yokluyor. Evet, Bugünlerim Suizman Sarayı'na geldik. Burada gönüllü fəaliyyəti gösteriyoruz.
Ben bu günləri gəldim, özümdən deyitəm, topla gəlmişəm. Sizə göstərim. Çox təşəkkür bu filiana birinci səfərdə gəlirəm. Zinətdən belə aksesuarlarımız var. Evə gedib açaram, bir yerdə baxarıq. Yəni siz baxarsınız, mən baxmışam artıq. Corn dog, oy, elim attı. Corn dog bir də kimbap, samqaq. Ay, bugün mən universitetə getməmişdim özdə. Özümdən deyitə çıxdım, minik bir çox dadlı idi həqiqətən. Corn dog gördünüz də, usta. Kimbap da qəşəng idi, sadəcə içi tuna dör idi, elə bir qiymət idi, bir də nəsə sos qatmışdılar, qəribə idi, amma dadlı idi yenə də. Bəyəndim.